seni. Kurban olsun, nuş olsun seni. Yaxşı, nuş olsun seni yad. Hesab aparacam həyətə. Xanımlar, Günay maşallah əllərini sağlıq, yemək bişirib yenəm. Deməli, lobya şorbası bişirib ətlə. Bir də yenə ciyər kartoşka ilə qızardı. İkinci oğlum çox sevir onu. Yaxından da göstərəcəm. Əllərinə sağlıq. Günayın əllərinə sağlıq. Belə. Balım da burada yemək yeyir məni. Nuş olsun mənim. Körpəmədə nuş olsun. Oğullu bolum. Məlkədə götürürəm, gedirik biz həyətə. Yəni, düşürük həyətə, işimizi davam edək. Xanımlar, bu deməli lobya şorbasıdır. Bəh, 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 maşallah. Gəlimin əllərinə maşallah. İnşallah mən iftarda yiyərəm. Bilirəm ki, dadlıdır. Eybi o, balam qoy qalsın, gedirik həyətə, dostlar. Hər zaman mən paylaşanda xanımlar deyirlər ki, bəs blenderdən keçirir. Bilmirəm xanımlar, mən yəni ilk dəfə Günay bişirib yemişəm. Lobya şorbasını bəyənmişəm, elə belə bəyənmişəm deyə, elə belə də, yəni, nə bilim, elə gözüm belə görüb ilk dəfə belə yemişəm, elə bilirəm ki, elə belə yaxşı olur. Belə qəşəng ətlə, qəşəng maşallah, ətlə nedir həmişə Günay. Pişib, tam pişib, həll pişib. Sadəcə blenderdən keçirmir də. Əti də balaca-balaca doğrayıb, görürsünüz xanımlar. Maşallah, sizin də gəlinlər səliqəlidir. Maşallah. Balaca-balaca doğrayır, qəşəng şorbalar üçün. Əllərinə sağlıq. Hər zaman bizdə xanımlar dünəndən də qalma yeməklər olur. Mütləq ki olur. Belə. Xanımlar, hər kəsin damaq dadı, ağız dadı deyilən bir şey var da. Mənim ikinci oğlum dana əti yemir. Məsələn, 17 manat 50 qəpiyə ət alıram, sümüklü ət, sümüksüz ət də 21 manatdır da alıram. Məsələn, onu yemir, uşaq onu yemir. Amma toyuğun bu iç ciyərini yeyir. Yəni, ağız dadı deyilən bir şey var da, nə bilim, yemir. Belə. Maşallah, Günayın əllərinə sağlıq. Belə. İndi Məlki də göstəreyim, yemək yeyir özü, nənə sona qurban. Biz sonra nənə bala gedək həyətə, işlərimizi davam etdirək. İnşallah növbəti videolarımızda həyətin təmiz halini, vəziyyətini çəkib sizlərə göstərəcəm. Yeməyi də ye nənə qurban. Hə, ye həyətə gedəcək. Hə, sil də, sil ağzı da sil. Sil ömrüm gün. Yeməyi də ye. Xanımlar, burada da axşam çəkmişdim də sizə. Buğdadır da, islatmışam. İndi onu da qoyacam bişməyə. Sabahya qoyacam buzluğa. Mən tez yeməyi götürüyor. Qoyacam buzluğa. Şorba bişirəcəm, görəcəksiniz də. Bişirmişəm, kanalımda da var. Dəfələrdən bişirmişəm. Kampur çox içmə də, yeməyini ye, sonra. Bəs də, sağ ol. Gözəl xanımlar, videonun bu hissəsini səssiz çəkmişəm, gecə çəkmişəm. İndi hal-hazırda bugün demə ayın 22-sidir. İftara yarım saat qalıb. Dedim elə səsimi yazım, videomu qoyum yüklənməyə. Çünki iftardan sonra
namaz qılmaq, yemək yeməkdə, yəni gecikirəm, sonra videom yüklənir. Deməli, bu videonu axşamda, yəni səhərə yaxın, namaza yaxın bitirdim. Xanımlar, deməli, sizlərlə söhbət edim. Alış-veriş etməmişəm, bilirsiniz, mən ayın sonu gedirəm alış-verişə. Bəzən vaxtım olmayanda ayın sonu keçir o bir ayın əvvəlinə. İndi inşallah bir həftədən sonra gedəcəm alış-verişə. Bunlar yəni alış-veriş etməmişəm. Bunlar mənim balkonda olan, ehtiyatda olan ərzaqlarımdır. Mətbəxdə, deməli, dolabda qablar boşalmışdı. Gətirdim, bəzi qabları yudum, sildim. Yəni yumağa lazım olan qabları yudum, sildim. Bəzi qablar, məsəl üçün, içində az qalır, böyük qabdır. Onu balaca qaba əlavə edirəm. Yəni balaca qabı məcbur yuyuram ki, yəni tutaq ki, şəkər tozunu duzun qabına əlavə edəcəmsə, təbii ki, onu yumalıyam. Qablar çeşlidirsə onu yuyuram, ümumi o ayrı, amma elə belə çeşli olmasa da, tutaq ki, şəkər tozunu duzun qabına tökürəm və yaxud da duz qabında olanı başqa bir qaba əlavə edirəmsə, məsəl üçün, quru nayinəni başqa bir qaba, az qalıb başqa bir qaba əlavə edirəmsə, təbii ki, o qabların hamısını yudum və həmin hissələr sizə çəkmədim. Xanımlar, bu Mədinə düyüsüdür. Keçən dəfə xanımların bir ikisi yazmışdı ki, razı qaldınız, qalmadınız. Hələ bişirməmişəm, inşallah bişirəndə sizlərə deyəcəm. Balkondan gətirmişəm, hamı yatıb, mən bunları yerbəyer edirəm. Stolun üzərinə yığmışam ki, qablarını əlavə edim. Belə. Bir neçə xanım bəzən yazırlar ki, elə bunlar öz nə bilim paketlərində saxlayın falan. Xanımlar, hərənin öz zövqü var, öz istəyinə uyğun evini düzənləyir, dolablarını düzənləyir. Mən belə sevirəm. Bu arada deməli, qablarda əgər qablarda qalan, məsələn, az qalıb da, onu başqa bir qaba əlavə edirəm, təzəni əlavə edib, köhnəni onun üzərinə əlavə edirəm ki, istifadə edəndə birinci köhnəni istifadə edim. Bax, burada görürsünüz xanımlar, qab dolmadığı üçün, sonra görəcəksiniz ki, bu qab doludur. Bundan biraz balaca qaba əlavə etdim. Bu, deməli, 1 litr 900 millidir. Digər qab, səhv etmirəmsə 1 litr 600 millidir. Onu əlavə edirəm. Xoşum gəlmir qablar aşağı olanda, belə baş aşağı olanda. Burada xanımlar 3 qabda, deməli, saxlama qabında düyü görürsünüz. 2 dənə belə balaca, bundan öncəki. Bir uzun düyüdür, sultan düyüsüdür. Axır ki, bitir, elə son qalandır. Biri yumru düyüdür. Sonra bunlar 1 litr 200 millidir. Onlardan biraz böyük, 1 litr yarım olan, 1 litr 500 milli olanda da düyü görəcəksiniz. O da Mədinə düyüsüdür də, səhv etmirəmsə. 3 dənə qabda düyü var da. Biri sultan düyüsüdür, biri Mədinə düyüsüdür, biri yumru düyüdür. Belə. Bunların hamısını açıram, yığıram. Həm xanımlar səliqəli olur, dolabım düzənli olur, xoşum gəlir, öz göz zövqümü oxşuyuram. Nə bilim, ruhum dinlənir, səliqəni görəndə. Həm də ki, mən hər zaman qeyd edirəm ki, mənim uşaqlarım da yemək hazırlayırlar. Məsələn, mən tutaq ki, üzr istəyirəm, yatmışam, istirahət edirəm, ya nə bilim, işim var. Mən balaca oğlum daha çox sevir ki, özü nəsə hazırlasın. Paketi açır, tökür, yarısı orada qalır, paketdən tökülür. Amma belə qaba yığanda qabdan götürür, istədiyi qədərini məsələn bişirir, qalanını qoyur yerinə. Ona görə qablara mən yığıram ki, uşaqlar da rahatlıqla götürüb istifadə edə bilsinlər. Belə. Bu, deməli, unuduram da, bu makaron gedir, nə gedir, vermeşil gedir. Bunlar görürsünüz, bu adı nədir, üzərinə yazılıb da markası. Mənə görə ən dadlı makvadır, makvanı da burada görürsünüz. İndi açıb əlavə edəcəm. Bir də Rolton, əgər düz tələffüz edirəmsə, Rolton. Elə yazılır da. Mənə görə ən dadlı makvadır. İndi açacağım. Amma digər bundan öncə açdıqlarım daha səliqəlidir. Yəni, onlar yapışmır. Çox gözəldir, yəni bişirəndən də sonra. Bu makvalar dadlı olsalar da belə, çox sonra elə bir əzilirlər. İsti-isti gərək yeyəsən. Biraz qaldı, sonra yapışırlar bir-birinə. Belə. Hər birinin, yəni, öz belə deyək də, özəlliyi var.
Bunları mən deməli makaron gedir də bunlar. Bunları sulu yeməklərdə istifadə edirik. Belə gözəl xanımlar, necəsiz, neyinirsiniz, Ramazanı necə keçirirsiniz? Mən şükür Allahın böyüklüyünə, yəni normal keçirirəm. Adətən, yəni mən son illər əziyyət çəkirəm, amma neçə gündə çox rahat keçirirəm. İnşallah ki, sonuna qədər belə olar. Belə. Xanımlar, burada deməli səhər sahura da yəni orucu bağlamamız az qalırdı. Burada mən işlərimi bitirirəm. Sizə qablarda da hazır vəziyyətləri göstərirəm. Sonra da dolaba yığmamı göstərirəm. Çünki kaşa bişirirəm, Herkules. Mən səhər çox yeyə bilmirəm xanımlar. Herkules bişirib yeyirəm, namazımı qılıram, namazdan sonra dolabları silib bunları yerləşdirirəm. Daha həmin hissələri çəkmədim, həm video uzun olmasın deyə, həm yorulmuşdum sözün düzü. Ona görə həm də elə bu yaxınlarda qısa videolar bölməsində də, short videolar bölməsində də, kanalımda da ayrı-ayrı videolarda dolabları göstərmişəm də. Belə, gözünüz yorulmasın deyə, yəni həm də dolabları göstərmədim. Bir başqa videolarda da dolab yerləşdirmələrimi göstərərəm. Bunlar da paket çaylardır. Bir də görürsünüz, gec vaxtlar olur. Məsələn, o vaxt çaydəm, uşaqlar bir də dur, çay dəmlənilmir də. Uşaqlar istifadə edirlər, götürürlər, istifadə edirlər. Belə gözəl xanımlar. Sizlər necəsiz, neyinirsiniz? Xanımlar yazırlar, sağ olsunlar, soruşurlar, YouTube problemim. Xanımlar, qoy işim tam həll olunsun deyəcəm. YouTube-da əslində problemim yoxdur, bankda problem var, pul gəlib mənə çatmır. Elə burada deyim də, xanımlar, bu həvəslə bu videonu çəkirdim. Bu arada xanımlar, pulum, onu deyim də, pulum hesabıma qayıdıb, Google Access hesabıma qayıdıb, çox sevinmişəm. Düz bir aydan sonra, deməli, pul Google Access hesabıma qayıdıb, elə təsadüfən baxdıb Access hesabıma, sevindim, yəni pulum hesabıma qayıdıb. Düşündüm ki, deməli, pul yenidən gələr mənə. Sonra gördüm ki, orada qırmızı, deməli, yazılıb ki, hesab bağlıdır. Hesab bağlıdır. Yəni mən çox pis oldum. O qədər də anlayışım yoxdur da. Elə başa düşürəm ki, YouTube-um bağlanıb, ya nəsə olub, bu deyirləri, nə bilim, kanal askıya alındı, nə etdi. Yəni çox həqiqətən pis oldum. Ona görə elə o dolaba yerləşdirmə hissəni çəkmədim. Tam işimi bitirdim. Elə baxdım, mən onu gördüm, çox pis oldum. Elə tez kaşamı bişirdim, yedim, çay içdim, namazımı qıldım, da həvəsim getdi. Dolabı tez sildim, yerləşdirdim. Yəni uşaqlar duranda belə tört-töküntü görəndə xoşlarına gəlmir. Da video çəkməyə həvəsim biraz da ona görə olmadı. Necə yəni YouTube kanalı, mən elə başa düşdüm də. Yəni mən hər zaman, yəni çox anlayışım olmasa da, qayda qanunları, yəni çalışıram, əməl edirəm. Heç bir, yəni YouTube icazə vermədiyi musiqilərdən istifadə etmirəm, heç bir yad videolar paylaşmıram. Ancaq öz videolarım, yəni hər dəfə də görürsünüz ki, bir gündən bir mən yeni videolar, təzə videolar paylaşıram. Belə də, yəni bilmədim necə eləyim də, ancaq oturdum, araşdırdım, YouTube-da yazdım, kanallara baxdım, türk kanallarına, rus kanallarına. Sonra bu süni intellektdən, xanımlar, bu arada bu deməm manlıdır, mən bunu soyduzda saxlayıram. Bankaya əlavə edib soyduzda saxlayıram. Bilmirəm, heç onu haradan əldə etmişəm o məlumatı. Elə özümü biləndən, tanıyandan, gənc vaxtlarımdan soyduzda saxlayıram. Bilirəm ki, manlı tez belə də zəhərləmə falan olur, ona görə qorxuram. Xanımlar, mayanı da mən soyduzda saxlayıram, yenə də heç bilmirəm, onu düz edirəm, səhv edirəm. Bu arada bu balaca qabları çox sevirəm. Sadəcə dolabımda yer yoxdur deyə onları artıq istifadə etmirəm. Balkona yığmışam, dolaba. Amma belə lazım olanda balaca nələrsə əlavə etməyə, yəni istifadə edirəm. Səhv etmirəmsə, məndə 12 ədəddir, ya 18 ədəddir. Çox almışdım, xanımlar. Dəqiq yadımda deyil. Amma belə az lazım olanda əlavə edirəm. Belə də xanımlar, sonra bu süni intellekti nədir, ondan çap-çutdu nədir deyə də bilmirəm.
ondan da yararlandım. O mənə biraz kömək elədi. Sağ olsun, o mənə çox kömək edir. Dedi ki, qorxmayın, sizin hesabda heç bir şey olmayıb. Ola bilsin pul gəlib, geri qayıdıb deyə təhlükəsizlik üçün hesabı bağlayıblar. Sonra da mən də dedim ki, qısa bir video yüklədim xanımlar. Sonra sildim də yenə, siz görmədiniz də. Gizli edirik biz, sonra onu paylaşırıq. Gördüm ki, yəni para qazanma, yəni pul qazanma açıqdır, reklamlar açıqdır. Bizdə də qazanc reklamdan olur. Gah elə bildim ki, yəqin para qazanmanı dayandırıblar. Nəsə də aləm qarışdı bir-birinə, ona görə dolaba yerləşdirməni çəkmədim. Sonradan deməli məlum oldu ki, mənim bank hesablarımda, mənim öz bilgilərimi yazdığım hesabda güya ki problem var. Google AdSense mənə ona görə bağlayıb ki, bəs biz pulu göndərə bilmirik. Siz öz probleminizi həll edin ki, biz sizə pulu göndərək. Bu arada oğlum mənə kömək etmişdi. Biz Google AdSense-də dəstək komandasına çeşit sorğu göndərmişdik də, yəni yazmışdı. Onlar ayın 14-ü, 18-i onlardan bizə cavab gəldi. Dedilər bizdə heç bir problem yoxdur. Biz öz bankımızla əlaqə saxlamışıq. Çox müvəffəqiyyətlə sizin yəni hesabınıza pulu köçürüblər. Sizin probleminiz öz hesabınızdadır ya da bankınızdadır. Pul da geri qayıtdı. Ona görə hesabı bağlıdır ki, daha doğrusu yəni deyir, hara göndərim mən? Mən sənin pulumu hara göndərəcəm, yeni geri qayıdacaq. Ona görə sən öz hesabını yenilə. Nəsə sonra səhər biraz rahat oldum ki, heç bir problemim yoxdur. Sadəcə deyir ki, bilgilərini yenilə. Nəsə yenə də balaca oğlum köməyimə çatdı. Bütün bank bilgilərini sildi. Təzədən nə bilim yüklədik, yazdıq. Sonra da məlum oldu ki, IBAN kodumu yenə səhv yazmışam. Mən sonradan onu tapdım, bankın məndə kağızı var idi, oradan tapdım. Nəsə oğlum da işlədi, böyük oğlum evdədir, mənə yenə kömək eləmədi. Mən onu sildim, udalit etdim ki, pul yenidən səhv gəlməsin də. Çünki orada yazmışdı ki, pul göndərmək üzrədir də ajidayet, yəni göndəriləcək. Ona görə mən tez onu sildim, yazdığımız yeni hesabı sildim ki, indi Google AdSense bilmir ki, elə bir hesab var yoxsa yox. Google AdSense onu mənə göndərər, yenə gələcək, bir ay qalacaq, yenə geri qayıdacaq. Yəni nəyi biz səhv yazdıq? Biz deməli Vüm kartımın IBAN kodunu yazmışıq. Siz demə mənim cari hesabımın IBAN kodu yazılmalıymış. Biz onu banka da zəng elədik, düzgün izah etmədilər. Nəsə ona görə səhvlik etdik. Balam da nə qədər məni izah etdi işdən, mən edə bilmədim. Dedim ona görə silim, mənə pul göndərilməsin. Sən evə gələndə axşam, yəni düzəldərsən, inşallah ki, əgər düzəlsə sabah ya o bir gün pul gəlməlidir. Gələndə də sizə xəbər edəcəm, gözəl xanımlar. Belə, burada da sizə göstərirəm hər birini xanımlar. Mənim buradan artıq gözüm görmür, onların hansının içində nə var. Kakaodur, nə bilim, sumaqdır, çörək otudur, küncütdür, bilmirəm ki, hamısını görürsünüz də yəqin ki, mən də artıq gözüm görmür. Burada, məsəl üçün, görürsünüz, qara istiot az oldu, qırmızı istiot ümumiyyətlə az qalıb bitsin. Yəni, bunlar mənim balkonda olan ehtiyatlarımdır, xanımlar. Amma halbuki 3 gün sonra, 5 gün sonra alış-verişə gedəcəm. Alış-verişə getdiyim zaman yenə gətirəcəm, boş qabları dolduracam. Yəni, artığını ehtiyatda balkonumda saxlayacam. Yəni, mən ay sonunda heç bir zaman evimdə tam olaraq, belə deyək də, ərzaqlarım mənə lazım olanlar bitmir. Çünki görürsünüz, artıq qabların çoxu doludur, amma mən 3 gün, 5 gün sonra yenə alış-verişə gedəcəm. Yəni, demirəm də evdə bundan var, almayayım. Alıram, yəni ehtiyatımı saxlayıram. Ən vacib mən həmişə deyirəm, kommunallarımı ödəyirəm, evin ərzaqlarını artıqlaması ilə alıram, üst-üstə yığıram. Bəzən deyirlər israf. Ay xanımlar, bu niyə israf olsun ki? Görürsünüz, məhsullar göstərirəm, VIP Life-dan, hələ Home Life-ın məhsullarını göstərirəm sizə. Onlar bəyəm israf olub, istifadə edirik də. Belə xanımlar, burada hələ xəbərim yoxdur, burada sizə keyfim yaxşıdır, hamısı bir də ayrı-ayrı göstərirəm, sonra da dolabı çəkəcəkdim əslində. Da dolabı həvəsdən düşdüm, çəkmədim. Belə gözəl xanımlar. Bu mərci özündən, arxadakı özündən böyük qabdaydı, baş aşağı idi, xoşum gəlmir baş aşağı oldu, sonra bir də qabı dəyişdim, belə olsun. Amma bəzi vermişim makaronlar, bəzi də yəni ərzaqlar var ki, yəni məcbur olar, yəni qalan oydu deyə yarımçıq oldu, amma heç sevmirəm yarımçıq. Xanımlar, burada 2 dənə, bunlar 1 litr 200 millidir qablar. Biri yumru düydü, biri sultan düysüdür.
onlar 1 litr 500 millidir. İndi bu öndə olanlar bu düyü 1 litr 200 millidir. Bunun içərisində olan Mədinə düyüsüdür. İnşallah istifadə etdiyim zaman, yəni razı qalıb qalmayacağımı sizə deyəcəm. Əgər gördünüzsə videoda göstərdim. Bir dənə də başqa bir düyü var idi. Bir dəfə almışdım. M ilə gəlir adı yadımda qalmadı. Nəsə də əgər videonu izləyənlər oldusa gördü. O düyünü heç bəyənmədim. Belə gözəl xanımlar, videom sonlanmağa doğru gedir. Öpürəm. Allah amanında qalın. Allah əmanət olun. Hələlik.